Salam, hər vaxtınız xeyir olsun. Bugün 13 apreldə keçirilmiş 9-cu siniflərin buraxılış imtahanı ilə tanış olacağıq. Deməli, izahları verək. Birinci sual, düzəltmə sözləri müəyyən edin. Dirək sözü dil ismindən düzəlib, dildən diləmək, diləməkdən dilək ismi formalaşır. Düzəltmə sözdür. Kələk sözü sadə sözdür. Oyaq sözünün bir neçəsi mənası var. Yuxudan durmuş mənasında oyaq. Kaş ki ovmaq mənasında oyaq və əmr şəklində oyaq. Hər üç mənada sadə sözdür. Dayaq sözü daya feilindən formalaşır. Daya feilindən dayaq ismi formalaşır. Düzəltmədir. Qovaq sözü sadədir. Bəzək sözü bəzə feilindən yaranıb. Bəzək ismi. Doğru cavabımız 1, 4, 6, B variantı. Növbəti. Hansı cümlədə adi, azaltma və çoxaltma dərəcəli sifətlər var? Qablar tərtəmiz ağ süfrəyə düzülmüşdür. Tərtəmiz ağ süfrə. Tərtəmiz burada çoxaltma dərəcəsidir. Ağ sözü burada adi dərəcədədir. 2 dənə sifətimiz var. B variantı sərt, sıldırımlı, qaya, vahiməli görünmək. Vahiməli görünmək görünür də deyir. Vahiməli burada zərfdir. Sərt, sıldırımlı 2 sifət var. İkisi də adi dərəcədədir. Möhkəm zəncirlər, möhkəm adi dərəcədədir. Qarantıl dəmrə, qarantıl isə azaltma dərəcəsindədir. 2 dənə sifət var. Sonra mağazadan açıq göy rəngdə, açıq göy azaltma dərəcəsindədir. Pambıq parça aldım. Pambıq burada isimdir, sifətləşib götürmürəm. Ağ adi dərəcədə olan sifətdir. Sarımtıl azaltma dərəcəsindədir. Tünd qırmızı çiçəklər isə tünd qırmızı sözü burada çoxaltma dərəcəsindədir. Cavabımız olacaq E variantı. Sonra hansı sözdə nöqtələrin yerinə q hərfi yazılmalıdır? Baxın burada qışlaq, qonaq, hamısı buruq, yarpaq, dağlar formasında da öz yerində. Burada baxın samitlə başlayan şəkilçi qoşulub bura. Deməli, qışlaq da formasında olmalıdır. Burada saitlə başlayan şəkilçi artırılıb. Q əvəzlənməsi olacaq buruğun. Eyni ilə burada da yarpağı, qonağa. Bu sözlərdə isə dağ sözünün özü, yəni yazılma forması q ilədir. Cavabımız olacaq A variantı. Qeyri-müəyyən şəxsi cümləni müəyyən edin. Qeyri-müəyyən şəxsi cümləni necə müəyyənləşdirirlər? Birincisi, qeyri-müəyyən şəxsi cümlənin mübtədası olmur. Olmur. İkincisi, xəbər, xəbəri üçüncü şəxsin cəmində. Üçüncü isə fikir hər kəsə aid olmasın. Bu üç şərti ödəyən cümlə, ödəyən sadə cümlə qeyri-müəyyən şəxsi cümlə sayılacaq. Baxaq. Birinci görürük, Qızılqaydan ötəndə günorta idi. Bu ümumiyyətlə şəxsiz cümlədir və görürük ki, burada cəm yoxdur. Bu, onun nahaq yerə gözdən salıblar. Larlər var burada, üçüncü şəxsin cəmi mümkündür cavabımız olsun. Rüstəmin ona acığı tutmuşdu. Rüstəmin acığı tutmuşdu. Baxın, Rüstəmin acığı üçüncü təyinli söz birləşməsinə uyğun gəlir. Acığı tutmaq isə frazeoloji birləşmədir. Deməli, bu cümlə özü bütövlükdə xəbərdir və şəxssiz cümlədir. Yazılmayan kitabı vərəqləməzlər. Deməli, üçüncü şəxsin cəmindədir. Mümkün doğru cavablardan biridir. Deyəsən, tibb məntəqəsində işləyir. Nə edir işləyir? Kim? Biz onu bura bərpa eləyə bildiyimizə görə bu müəyyən şəxsli cümlədir. Mübtədası buraxılıb. Deməli, 2 doğru cavabdan, 2 daha doğrusu cavabdan biri bizim lazım olan cavabımızdır. Baxaq, yazılmayan kitabı vərəqləməzlər. Mübtədası olmur. Xəbəri üçüncü şəxsin cəmində olur. Fikir hər kəsə aid olmasın. Amma bu cümlədə fikir hər kəsə aiddir. Ona görə də bu cümlə ümumi şəxsli cümlə kimi götürüləcək. Və doğru cavabımız B variantı olacaq. Növbəti. Nümunələr əsasında uyğunluğu müəyyəndir. Mən gələndə yağış yağırdı, təhlil eləyək. Nə edirdi? Yağırdı. Nə yağırdı? Yağış. Nə vaxt, nə zaman? Haçan? Mən gələndə feili bağlama tərkibi. İkinci, mən gələndə mağazadan kitab aldım. Nə etdim? Aldım. Nə aldım? Kitabı, ığını da bərpa eləyə bilirəm, tamamlıq. Haradan? Mağazadan.
nə vaxt, nə zaman, haçan gələndə və kim, mən. Bu formada təhlillər verdik. Zərfliyin mənaca iki növü işlənib. Deməli, gələndə nə vaxt, nə zaman, haçan və mağazadan, haradan. Deməli, ikiyə oldu A. Mübtəda isimlə ifadə olunub. Baxın, burada yağış yağırdı isimdir. Deməli, ikiyə oldu B. İkinci cümlədə mübtəda şəxs əvəzliyi ilə ifadə olunub. İkinci dərəcəli üzvlərdən yalnız biri işlənmişdir. Baxın, birinci cümləyə ikinci dərəcəli üzvlərdən yalnız biri işlənib. İkinci cümlədə isə tamamlıq və zərflik işlənib. Ona görə B, C olacaq 1-ə. Əmr cümləsidir. Yağ, yağırdı, indiki zaman, al, aldı, aldım, keçmiş zaman xəbər şəklindədir. Nəqli cümlələrdir bunlar. Ona görə də ümumiyyətlə bunu cavab kimi götürmürük. İlk söz cümlədə kim sualına cavab verir. İlk söz burada məndir və aldım kim, mən. Bu formada olacaq. 1 olacaq B ilə C. 2 olacaq A və E. 1 B ise 2 A'yı cevabımız olacaq. C variantı. Sonra bir balaca boyu var, dam dolusu toyu var. Bu cümlədə hansı bağlayıcı işlənə bilər? Təbii ki, qarşılaşdırma bağlayıcısı. Bəli. Amma. Bir balaca boyu var, amma dam dolusu toyu var. Tamamilə doğrudur. B variantı. 33. Bağlayıcı və ədat işlənmiş sıranı müəyyəndir. Nə, nə də. Bağlayıcı, əlbəttə modal söz. A bizim cavabımız ola bilməz. Bəs, ədat, daha ədat. D də cavab ola bilməz. Gah, bağlayıcı, ötürü, köməkçi nitq hissəsi kimi qoşma vəzifəsində çıxış eləyəcək, olmaz. Məgər, sual ədatı, məhz, deməli, dəqiqləşdirici ədat. E variantı da cavab ola bilməz. O cümlədən bəli bizim bağlayıcımızdır. Kaş isə bizim ədatımızdır. C variantı doğru cavabımız olacaq. Hansı cümlədə mübtəda feili sifət tərkibi ilə ifadə olunur? Bu belə deyək şərtlərdə ehtiyatlı olun. Feili sifət demir, feili sifət tərkibi deyir. Bu söz söhbəti yayanları sədr cəzalandırmışdı. Nə etmişdi? Cəzalandırmışdı. Kim? Sədr. Kimi? Bu söhbəti yayanları. Burada feili sifət tərkibi tamamlıq vəzifəsindədir. Burada sədr isimdir, mübtəda vəzifəsində olan. Bu rəsmləri çəkən mənim böyük əmimdir. Kimdir? Mənim böyük əmimdir. Kim? Bu rəsmləri, əslində belə deyək, kim bu rəsmləri çəkən? Bu artıq oldu. Mübtəda və feili sifət tərkibi B variantı doğru cavabımız olacaq. Yaylağa qalxanda, anda-əndə feili bağlama. Bu da cığırlardan keçib gedirlər. Burada artıq feili sifət, nə də onun tərkibi yoxdur. Gələnləri qarşılamaq, onları yerbəyir etmək uzun çəkdi. Baxın, nə gələnləri qarşılamaq, nə onları yerbəyir etmək. Bu artıq görürsünüz, maqmək var burada, feili sifət yoxdur. Feili sifət var əslində, sadəcə olaraq tərkib daxilindədir. Danışanlar feili sifətdir, bu da tərkib yaratmayıb. Bu məsələdə ancaq cavadı günahkar bildilər. Bu da cavabımız ola bilməz. B variantı doğru cavabımız olacaq. Növbəti. Həmcins mübtədalı cümləni müəyyənləşdirin. Baxaq, daşlı necə nəcür, kəsəkli necə nəcür səhrada. Böyük şəhər salmışdı. Burada tamamlıq, təyinin həmcinsliyi var. Dünəndən nə yatır, nə də dincəlirdi. Kim? Hər ikisi ona aid olduğuna görə, zamanları eyni zamanda olduğuna görə bu artıq olacaq xəbərin həmcinsliyi. Səhər açılar açılmaz, bağçanı və həyəti səliqəyə saldı. Haranı, bağçanı, haranı, həyəti, biz bilirik haranı sualı tamamlığın sualıdır. Bu tamamlığın həmcinsliyidir. Zəngin vurulduğunu və müəllimin gəldiyini indi bildi. Nəyi bildi? Zəngin vurulduğunu, nəyi, müəllimin gəldiyini. Yenə də tamamlığın həmcinsliyi var. Böyük də, kim, kiçik də, kim meydana axışırdı. Nə edirdi? Axışırdı haraya? Meydana. Kim böyük, kim kiçik. Bəli, burada sifətlə ifadə olunmuş mübtədamız var və mübtəda həmcinsdir. Uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin zamanını bildirir. Baxaq, düşmən qorxub geri çəkildi. Nə etdi? Çəkildi haraya? Geriyə və yaxud da ki, geri. Kim düşmən? Baxın, əslində burada diqqətli olursunuz nəyə? Əgər ıbib şəkilçili sözü
biz dığı diği plus 3-ün ilə əvəz eləyə biliriksə, deməli, söhbət səbəb zərfliyi ilə gedir. Düşmən hansı səbəbdən geri çəkildi? Qorxduğu üçün. Bəli, bu doğru cavab kimi verilə bilməz. Əsmər xala pəncərəyə yaxınlaşanda oğlunu gördü. Nə vaxt, nə zaman? Həçan pəncərəyə yaxınlaşanda. Deməli, 2-yə olacaq B variantı. Uşaq ayağını yerə dirəyib, ayaq üstə durmaq istədi. Durmaq istədi. Kim? Uşaq. Necə, nə cür, hansı tərzdə ayağını yerə dirəyib. Biri olacaq C. Sonra ana içəriyə keçər-keçməz telefon zəng çaldı. Zəng çaldı. Nə telefon, nə vaxt, nə zaman, haçan ana içəriyə keçər-keçməz. Zaman vəzifəsindədir. D variantı olacaq 2-yə. O əllərini qoynuna qoyaraq bir kənarda dayanmışdı. Necə, nə cür, hansı tərzdə əllərini qoynuna qoyaraq artıq oldu bizim feili bağlama tərkibimiz və tərz hərəkət zərfi vəzifəsində Y variantı. 1 oldu C-Y, 2 oldu B-D. 1 C-Y, 2 B-D. Doğru cavabımız oldu C variantı.